Bir yaşamamışıq. İndən belə yaşasaydım yaxşı yaşayardım. Məsələn, valideynlər gəncləri məcbur eləyirlər ki, məsələn, bu peşə üzrə get, bu peşə üzrə get. Mənim fikrimcə pul hər şey deyil. Gəncliyimə qayıtmaq istəmirəm. Bugün 2 fevral Gənclər Günüdür. Oxu-Az bugün münasibəti ilə şəhər sakinləri arasında sorğu keçirərək gənclik ilə bağlı fikirləri öyrənməyə çalışıb. Gəlin vətəndaşlarımızın bu mövzu ilə bağlı düşüncələrini birlikdə izləyək. Sizcə gənclərə verilən ən yanlış məsləhət nədir? Məncə gənclərə verilən ən yanlış məsləhət odur ki, hər kəs deyir ki, dövlət universitetinə qəbul olsan, daha yaxşı təhsillə rastlaşarsan. Ancaq özəl universitetlərdə bir fikir yaranıb ki, özəl universitetlər eyni təhsili verə bilmir. Məncə bu çox yanlış bir düşüncədir. Mənim fikrimcə universitetə qəbul olmasalar bir yerə gələ bilməyəcəklərinin deyilməyidir. Çünki universitetə qəbul olmasalar da, yəni bir biznes qurub və ya bir fəaliyyətə başlayıb uğur əldə edə bilərlər. Məsələn, valideynlər gəncləri məcbur eləyirlər ki, məsələn, bu peşə üzrə get, bu peşə üzrə get. Mənim fikrimcə bu olmalıdır ki, insan öz sevdiyi peşənin arxası getməlidir. Məncə ən yanlış məsləhətlər köhnə fikirli insanların verdiyi məsləhətlərdir. Bunlar həyatımıza çox təsir edir. Bəzi valideynlər sadəcə öz fikri, öz mənafeyini güdərək uşaqlarını sadəcə sırf puldan yana təhsilə yönəltmək istəyir. Ancaq mənim fikrimcə pul hər şey deyil. Gənclərin öz istəyi daha vacibdir. Gəncliyinizə qayıtsaydınız, nəyi dəyişərdiniz? Gəncliyimə qayıtsam çox şeyi dəyişərdim bala. Təzdən yaşayardım. Bir yaşamamışıq. İndən belə yaşasaydım yaxşı yaşayardım. Gəncliyimə qayıtmaq istəmirəm. O vaxtda o bizim kimi gənclərin elə bir imkanı yox idi. Bir də eyni zamanda məsələn mən həsəd aparıram sadəcə. Mən çox istərdim ki, milli gənc olum. İndi milli gənc olmaq üçün öz ölkənə qulluq etmək imkanı gənclərin daha çoxdur. Sizcə gənclərə ən çox nə təsir edir? Ailə, cəmiyyət, yoxsa sosial media? Məncə hər üçü təsir edir, amma ən çox təsir edən sosial mediadır. Çünki sosial mediada bizə yansıdılan hər şey mükəmməldir anlayışıdır. Sosial media insanın dərsdən kənar bəzən məşğuliyyətinə mane olur. İnsan dərs oxumağı bacara bilmir. Yəni fiziki olaraq sosial mediada falan ona görə bəzən bu dərsdən mənfi cəhətdən təsir edir. Cəmiyyətin təsiri daha çoxdur. Çünki sən bacara bilməyəcəksən falan tipli sözlər daha çox istifadə olunur da cəmiyyətdən ki, başqası bacaracaq, sən bacara bilməyəcəksən kimi. Sosial şəbəkələr daha çox təsir göstərir. Orada yayılan məlumatlar müsbət həm də mənfi tərəfdən təsir edə bilər. Valideyn məsləhətləri də gənclərə çox böyük təsir edir. Düzgün ətraf insana çox təsir edir. Üçünün də təsiri olur. Ailə bir baxımdan, sosial media bir baxımdan və cəmiyyət bir baxımdan. Nəyə görə ailə dediyim kimi öz mənafeyini güdərək və yaxud başqa səbəblərdən uşağını sırf öz istədiyi ixtisasdan və yaxud fakültədən irəliləmək istəyir. Bəzi uşaqların iradəsi zəifdirsə, dərslərindən yayınmağına çox yol açır bu. Gənclərə mesaj vermə imkanınız olsa onlara nə deyərdiniz? Sən indiki gənclər çox tənbəldilər. Çoxu tənbəldir. Elə istəmirlər ki, çalışalar, bir irəli gedələr, oxuyalar. Gənclər vaxtlarını gənc olduqları üçün kifayət qədər, bəlkə də onlar üçün lazım olmayan məsələlərə sərf edirlər. Geriyə qandırılıb baxanda görəcəklər ki, bəs o vaxt nə qədər mən sərf etdim, daha yaxşı olardı ki, mən onu daha faydalı məsələlərə sərf edim. Mədəni olsunlar. Çox xahiş edirəm. Deyərdim ki, həyatda mehriban olsunlar, bir-birinə qayğı göstərsinlər.